olan negativi hələ də gözümün önündən getmir. Demək, saytların birində başlıq yazılıb ki, hal-hazırda Sevinç əməliyyat olunur və bir xanımın şərhi. İnşallah o əməliyyatdan sağ çıxmaz. Niyə? Axı, mən də bir ananın balasıyam. Mən də kiminsə bacısıyam. Mənim də ətrafım, ailəm, sevənlərim var. Və siz məni heç həyatda tanımırsınız. Yəni, biz rastlaşmamışıq. Mənim necə bir, belə deyim də, varlığımın darlığı ola bilər sizə ki, siz mənə ölüm arzu edəsiniz. Ölüm arzulayasınız çox rahat şəkildə. Tanıdınız, tanımadınız, fərq etmir. Yəni, bir insana ölüm arzu etmək hansı vicdana sığışır? Hansı insanlıqdan danışa bilərik? Mən sənətçiyəmsə, sadəcə izləməm. Sən məni sevmək məcburiyyətində deyilsən. Bu normal bir şeylərdir, məni hər kəs sevə bilməz ki. Amma mənə niyə ölüm arzu edəsən? Mənim sənə nə pisliyim deyə bilər ki, sən məni heç tanımırsan. Sən mənim ürəyimə bələd deyilsən. Mən necə insanam? Mənim ümumiyyətlə hansı tərəflərim var? Sən məni tanımırsan, qızım, sən mənə niyə ölüm arzu edirsən? Çox maraqlıdır. Yəni, bir insanı tanıdın, tanımadın, hər şey qalsın bir qırağa. Mənim də anam var, sən mənə niyə ölüm